Yolunu hər zaman səbirsizliklə gözlədiyiniz, söhbətlərinə bayıldığınız, gülməkdən ürəyiniz getdiyiniz, belə qəşəng səsi var, muğam oxuyur, toy idarə eləyir, stand-uplar eləyir, parodiyalar eləyir, hər barmağında bir marifət, hər kəsin sevimlisi Fəqan Məmmədov buradadır. Hoş geldin. Allah sana sağlık versin. Sağ ol. Teşekkür ederim. Fəqan, sənin sevgi o qədər böyükdür ki, sənin bu il ən böyük uğurun ölkənin əsas sarayında, Heydər Əliyev sarayında, Bəli, əsas məkanında stand-up konsertin oldu. Bəli. O konsert hələ bu günə qədər danışılır. Dalğası gedir Sumqayıta çıxır, Gəncəyə çıxır, Naxçıvana çıxır. İnsanlar səni görməkdən, sənə gülməkdən doymurlar. Allah qorusun. Sənə doyum yoxdur. Allah qorusun, Odur ki, Allah qorusun, bu gün də xalqımızın qəşəng millətimiz. söhbətlərimiz var. Nələr var, nələr. Qiyamət var. Bəli. Xoş gəldin. Buyur keçəylər. Teşekkür ederim, teşekkür Danışacağıq indi birazdan. Gezlər və mən burada dəyərli qardaşım, Fəqan qardaşımı salamlayıram. İndi gelib möhkəm qucaqlayacağım, gəlirəm. Fəqan bəylə biz həmişə efirlərdə olanda elə Fəqan bəyin özünə də deyirəm. Deyirəm, valla bir belədir, səhnədə oxuyuruq, eləyirik, hər şey qaydasına düşür, xalqımız sevir. Amma son vaxtlar Fəqan bəylə olan şey, həm çox onu deyirlər və elə bir insanlar deyirlər ki, dövlət strukturunda çalışan, ən ciddi şəxslər, şəxsiyyətlər deyirlər bunlara və bu da mənə çox xoş təəssürat bağışlayır. Ona görə də bu gün sevə gəlmişəm. Bəli. Mavi görüm. Nədə, xoşdur. Çox sağ olun. Nə gözəldir insanlara içdən gülüş bəxş etmək və buna görə də mən çox şükür edirəm. İstedadlı insanlarımız həmişə ekranda olsun, efirdə olsun. Sənət dostum, sənətkar qardaşım, üzümüzü güldürən, 7-dən 77-yə hər kəsin üzündə təbəssüm yaradan Fəqanı salamlayıram. Elnur Zeynalovun öz saçıdır. Anadan Məndə gəlmədi. də öz saçımdır, amma mən bir dənə etiraf edeyim, mən olan deyəm, bir dəfə söz açılıb, bir dəfə el olmuş ki, saçımın orta hissəsi seyrəlmişdi biraz. Da o baxdım, bəzi dostlarımızda da hamı protez, yox, əkmək fikrim var idi, dedim əkdirəm, adı da protezlər çıxıbdı, ondan qoy. Mən də o... Söhbət bunluq bir şey, mən deyəcəm. Boşuna qalma geri. Yox, indi ola bilər, bəlkə də indi qulağınıza çatıb, mən danmıram ki, əvvəl, indi bala öz saçımdır. Protez saç qoydum, prosto, amma mən kim taxırsa özü bilər, amma mən şəxsən Elnur olsa elə, mən məsləhət bilmirəm. Mənim başıma elə oyunlar gətirdi o protez. Nə oldu? Valla bax, deməli, çölə çıxanda biraz möhkəm yapışdırır. Taxdım başıma, biraz özümdə ağrı hiss elədim, o deyil diş kimi, belə diş kimi olur, diş protezi, əgər tam ölgəşsənə, diliniz adam qoysan dişinə. Yox, elə bilin, başımda bir qazan var, qardaş, ürəyim sıxılır. Yavaşda dedilər ki, müəllim, bir gün, 2 gün, 3 gün alışasın da. Ay qardaş, 5 gün, 10 gün, özdə hamıdan gizlənirəm ki, qorxu məqrəbədən bir ay yarım, 2 aydır ki, qəfildən deməsinə ki, sənin sasın niyə bu qədər belə çoxaldı, belə oldu da. Elə oldu ki, həyətdə də usta işləyirdi, o mata vururdu divara. Bu yazığın da başının ortası yoxdur, belə qıraqları belə, ortası yoxdur da. Bax, dedi ki, Fəqan müəllim, ustadır. Dedi, baxıram sənin saçlarına, başda həm yaşıdıq da. Maşallah, necə qoruyub saxlamısan, protez deyil başımda. Mən də deyəsi deyiləm ki, protezdir. Dedim, qardaş, ümumiyyətcə, gələk saçına baxasan. Saç baxılmalıdır. Dedi, necə saxlamısan bunu belə çomba, belə qəşətdə yanır. Dedim, sərımsağı yanında nə deyim, utandığım mən. O da yazıq, barada işləyir, iş görür. Dedim, sərımsağı qatla zəncəfilə, üstəndə belə kişnişdən, şüyüddəcədən belə onu əzirsən. Utandığından deyirəm. Dedim, onu doldursan şöptuluqya, su da doldurursan, limon da sıxırsan üstünə, onu qoyursan, bir həftə qaranlıqda qalır. Hər səhər tezdən durursan, sürsən. Dedi, sən heylədin. Dedim ki, belə oldu, saçım çıxdı. Qardaş, 1 gün, 2 gün, hər dəfədə bu yazıb pis olur. İşləyir də, qapıda ustalar işləyir. Dedim, müəllim, nətər də arayırsan, ürəyəm partlayır, mən də saçım istəyərəm elə olsun da, falan. Dedim, dediyimə elə. Oturmuşdum belə həyətdə. Özdə mən həyətdə oturanda, bir yerə halasa tədbirə gedəndə möhkəm krəliyirdim. Amma indi burada evdəyəm dedim, gülü var arada taxıram, ustalar çayzat gətir verir, qaydıram evə. Oturmuşdum belə, bunlar da işləyirlər. Qəfildən oğlum balaca, papaq dedi, götdü, qaçdı. Mən də bunlardan söhbət, bir həftədə ustalar hamısı verir ki,
Bu götürdü qaçdı. Həyatımda ilk dəfə mən lal oldum da. Nə danışa bilmədim, nə deyə bilmədim. O saçımı gətir. Çünki neçə gündür bunlar hamısı hələsi evdə sərbəst qatırlar ki, bizim də Fəqan kimi saçımız olacaq. Utandığımdan. Bu qəfədən işlədiydi, usta çöndü belədir, bax. Belə baxdı, mən nə qaça bilmədim. Nə bir uşaq götü papaq dedi, qaçdı da. Belə oldum, bax. Nəm dedim, Allah bilsin, siz bilin, mən bilim, bu şey, bilmirəm, mən danışam. Dedi, o Fəqan mənim, sən başqa nə oldu? Belə oldum, bax. Mən peşimi deyirəm, heç elə dil yoxdur ya. Dedim, quşum, lal oldu, ne dedim, quşum. Dedim, mənim, sən Allah buna, dedim, mən yer qazıla girəm yerin altına. Dedim, mən sağ olaydı, gözdə 5 dəqiqə gəlirlər. Ay, bunlar başladı gülüşməklə. İndi bu hadisə. Sonra bir dəfə taxmışam, hansısa verilişdən gəlirdim. Üzü Xırdalan tərəf gedirəm. Gələn qıstırıb gəlirdi, görmədim. Abi, valla bir dəfə verilişdən çıxıb gedirəm, üzü Xırdalan tərəf. Gedirəm, bir dənə maşın gəldi bölüm. Fəqan müəllim, nə var, nə yox, öpürəm səni. Mən də Şüşəni yendidim. Yendirən kimi, abi, saç qabağı belədir. Belə özdə, indi nə deyəsən, Şüşəni yendim, külək vurdağı bu da mənim bölümə. Dirəşmirsən, Şüşəni də alınan deyirəm də. Abi, külək vurdu belə, qalxdı, özdə, yarıya kimi qalxdı. Mən qaldan yaxın düşdü dalsı deyil. Məştiban hambalı kimi qaldım inanca. Kileyi boşalmışdı nə də. Onlar da mən o sanatlarım idi. Yazıb belə baxdı da bunu başı tatuşdu bunu mən. Birinci yarıya kimi yendidim abi. Qabağı qopdu, qalxdı belə sirkələndi. Təki mən də bunlara təşəkkür edirəm. Mən neyiniyim? Sonra uçdu getdi düşdü dalsı deyil. Vay vay. Bir dəfə də xalam gel. Onlar dedilər ki, maşallah Fəqanın sası nə qəşəng olub. Bizə bir dəfə gəlmişdilər. Adam da dirəşir ha. Ey Allah haqqı elə daha gələ çəkirəm. Bir dəfə oturmuşduq evdə, qəfildən bunlar xəbər vermirlər gəlirlər. Qəfildən edəşir ki, ay xalacıl gəldilər. Tez çaraqdı, mən də evdə çıxardım, rahat qoyuram. Televizyon zalı üstə ki, uşaqlar dəyməsin. Yəni belə oturan məktəb. Neyniyim? Dedilər xalan gəl, çaraqını tapa bilmirəm ki, ben de bu girib, camaat girib içəri. Tez götürdüm, taxdım, çıxdım. Bunlar qarşıladım, girəndə xalam qayıtdı. Qoy, sən satın qabağı niyə belə olub? Tərsinə qoymuşam, qalı qoymuşam qabağa. Qabağı elə belə üstündən tez belə üstündən sıxmışam ki, qalsın. Dedi, sən satın qabağı. Satın qabağı kəsmişsən. Dedim, ha, yox. Təzələr hamı evdə gülüb, qırılıb adı, onun da üstü açıldı. Vay vay. Oha, qardaş, bu nə zülümdür, bu nədir, mənim başıma gəldi. Dedim, hə? Ürəyimə saldı, usta yazı işlədi, yerdə çöndü. 3 gün yazına sərim sapırın başına. Çox pisdir. Məsələn, çox pis. Ondan sonra qardaş, müalicə nəzardan öz saçım Yo, maşallah saçın yaxşıdır, çox şükür. Və bugün burada bizim gözəl musiqiçilərimiz gəlib, Elnur Zeynal'la bərabər. Mən çox istəyərdim ki, bugünkü bayram axşamında çox gözəl, canlı bir ifadə, bizi bir feyziyab eləyəsiniz. Nə düşünürsünüz? Ay göz yaşlarıyım.
sözüm sevgilim. Əzizim aydın olsun, gün doğsun aydın olsun. Əzizim bana aydın olsun, gün doğsun aydın olsun. Azərbaycanımızın gözləri aydın olsun. Ya Ay Hoş gelmişler, hoş gelmişler. Şirin, şirindir benim. Şirin, şirindir benim. Benimdir. Hoş gelmişler, hoş gelmişler. Şirin, şirindir benim. Şirin, şirindir benim. Benimdir. Etime vermiş, semerle semerlikse, semerlikse. Benimdir gül, benimdir gül, benimdir gül. Bravo, bravo. Teşekkür Bravo, bravo. ederim. Çok sağ olun.